Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı siniflər üçün nəzərdə tutulmuş Namazovun Riyaziyyatdan çalışmalar kitabında səhifə 70-dəki məsələləri izah edəcəm. Məsələ 1. Bu məsələdə 6 dənə variant var. Mən 3-ünü izah edəcəm. Mənə gəlir ki, bunları bildikdən sonra digər 3 dənəsini əldə etmək asan olacaq. Deməli, məsələ 1-də birinci variant. 4% 42-yə bərabər olan ədədi, ikinci də 15% 4,5-ə bərabər olan və 6-cı misalda deyir ki, 3,6% 10,8-ə bərabər olan ədədi tapın. Birinci, 4% 42-yə bərabər olan ədədi tapmaq üçün biz ənənəvi tənasüb üsulundan həll edirik. Yəni, 4% 42-dirsə, 100% x-dir. Buradan tapırıq ki, x bərabərdir 142 böl 4. Bu deyilir 1050. Deməli, 4% 42-yə bərabər olan ədəd 1050-dir. Burada nəyə görə 4-ə böldük? Məsələn, sual verə bilsək, nəyə görə 42-yə bölmədik və yaxud 100-ə bölmədik? Cavab sadədir. Əvvəlki videolarımda izah etmişəm. X-in qarşılığında olan ədəd həmişə məxrəcdə yazılır, digər iki ədədlər isə sürətdə yazılıb bir-birinə vurulur. Ona görə də burada x bərabərdir 100 vur 42 böl 4. Yəni, x-in qarşılığında olan ədəd kimi yazıb hesablayırıq. Buradan da x bərabərdir 1050. Deməli, 4% 42-yə bərabər olan ədəd 1050-dir. Deməli, ikinci məsələ. 15% 4,5-ə bərabər olan ədəd. Yəni də tənasıb qururuq. 15% 4,5-dirsə, 100% x-dir. Burada nəyə görə 15-in altından 100 yazırıq? Məsələn, siz deyə bilərsiniz, nəyə görə 15-in altından 4,5 deyil? Bunun cavabı sadədir. Faizin altından faiz, vahidin altından isə vahid yazılır. Yəni, 15% 4,5-dirsə, bunun altından mütləq 100% yazılmalıdır. Və yaxud bunu belə yaza bilərik. 100% x-dirsə, 15% 4,5-dir. Bu da eynidir. Yəni, burada bu tənasüblə bu tənasüb eynidir. Sadəcə yerləri dəyişikdir. Yəni, nəticədə cavab yenə də düz alınır. Ona görə də fərqi yoxdur. 100% yuxarıdan da yaza bilərik, aşağıdan da. Burada da şərtdə deyir ki, 15% 4,5-ə bərabər. Ona görə də 15-in qarşısında, qarşılığında yox, qarşısında 4,5 yazırıq. Yəni, 15% 4,5 olan ədədin 100% x-dir. Buradan da x bərabərdir. 100 vur 4,5 böl 15. Bu deyilir 30. Yəni, 15% 4,5-ə bərabər olan ədəd 30-dur. Sonra 6-cı məsələdir. 3,6% 10,8-ə bərabər olan ədədi tapın. Burada da yenə də eyni qaydada 3,6% 10,8 isə 100% x-dir. X bərabərdir 100 vur 10,8 böl 3,6. Bu deyilir 300. Yəni ki, 3,6% 10,8-ə bərabər olan ədəd 300-dür. Bu məsələ 1. Gəlin keçək növbəti məsələyə. Səhifə 70-də məsələ 2. Birinci, ikinci və 6-cı məsələləri izah edəcəm. Yəni də qalan üçün özünüz həll edeyim. Yəni bu üçün bildikdən sonra digər üçün həll etmək çox asandır. Birinci məsələ. Əvvəlkidə olduğu kimidir. 3% 12 qram, ikincidə 4% 6 sm və 6-cıda 30% 4,5 litr olan kəmiyyətləri tapın. Burada məsələ nədən ibarət? Baxın, birincini həll edək. 3% 12 qramdırsa, 100% x qramdır. Bundan əvvəlkidə, məsələn, məsələdə biz göstərdik ki, 3% 12 olan ədəd. Amma burada 12 qram olan ədəd. 3% 12 qram olan çəkinin, deyək ki, 100% də x-dir. Yəni ki, neçə qram çəkinin 3% 12 qrama bərabərdir. Buradan tapır ki, x bərabərdir 100 vur 12 böl 100, bu deyir 400 qram. Yəni, burada kəmiyyətlərini tapın dedikdə, bu 400-ün yanında mütləq qram demək lazımdır. Çünki məsələdə qramdan verilibdir ona görə. Və yaxud 400 qram, və yaxud bunu çəkiyə çevirib 0,4 kiloqram deyə bilərik. 400-ü 1000-ə bölür. Və yaxud ikincidə 4% 6 sm olan. Baxın, 4% 6 sm-dirsə 100% x sm-dir. X bərabərdir 100 vur 6 böl 4. Bu deyilir 150 sm. Yəni, bu deyilir 1,5. 100-ə bölüb 1,5 metr. Burada məsələ nədən ibarətdir? Siz cavabı 150 aldıqsa 150 deyə bilməyik. Cavabı 150 aldıq, onun yanındakı kəmiyyət deməliyik. Yəni, santimetr. Qram verilsə qram deməliyik. Birincidə məsələn qram vermişdir. Ona görə biz burada 400 qram dedik. Məsələn 30% 4,5 litr olan ədəd. 30% 4,5 litrdirsə 100% x litrdir. X bərabərdir 100 vur 4,5 böl 30.
Bu deyir 15 litr. Yenə də baxın 15-in yanında mütləq litr demək lazımdır ki, düz olsun. Bu da məsələ 2. Bu videomda bu qədər. Növbəti videoda mən bu səhifədə olan digər məsələləri izah edəcəm. Hələlik.